yarımda qalıb. Onlar Tamam. sonra sayıram bunlar. Yəni, Oldu, yarımda tamam, qalıb. oldu. Dözümlüklə əlaqəli olan hər iki qabiliyyətlər desək? Dözümlüklə əlaqəli olan hər iki qabiliyyətlər demək, Sürət güc, bir də sürət güc, bir də Bəli. ərgənlik. əyəcənlikdir. Aha, anaerob rejimdə icra olunan hərəkətlər hansı intensivlikdə yerinə yetirilir? Anaerob rejimdə. Anaerob maksimal rejim. Aha, bəs aerob rejimdə icra olunanlar? Orta ləng rejim. Aha, aşağı və orta intensivdə yerinə yetirilənlər ümumidir, xüsusi? Ümumidir mən. Aha, oksigensiz qalırıqsa hansı rejimdə icra olunmuş hərəkət deməkdir? Oksigensiz qalırıqsa. Anaerob rejimində, maksimal Aha, rejimdə. bəs yaxşı müəllim, dərəli təpəli yerlərdə qaçışlar nəyə aiddir? Dərəli təpəli yerlərdə qaçışlar. Necə müəllim, səssiz gəlmədi? Bəxtiyar müəllim, internet getdi. Aha, dərəli təpəli yerlərdə qaçışlar nədir? Ümumi dözümlükdür. Vaxtsız qaçışlar nədir müəllim? Vaxtsız qaçışlar. Bunlar da ümumidir. Qəşəng, vaxtsız qaçışlarda ümumi dözümlükdür. Sonra xüsusi dözümlüyə bir də nə dözümlüyü deyirdik? Hansı hər iki qabiliyyət dözümlüyü? Sürət nəyi? Sürət dözümlüyü. Sürət dözümlüyü. Aha, texnikanı pozmadan hərəkətlərin sürətli icrası nədir? Texnikanı pozmadan. Texnikanı pozmadan Sürət. sürətdir. Bəli, texnikanı pozmadan sürətdir. Texniki dəyişiklik etmədən nədir? Texniki dəyişiklik etməz. Hə. Yoxsa Səsiniz qırılır, Bəxtiyar müəllim. çəkdən nəyə? Hə, texniki dəyişiklik etmədən nə olacaq? Qüvvə. Texniki dəyişiklik. Aha, qüvvə olacaq. Bəs qüvvə tələb edən hərəkətlər desək, qüvvə tələb edən hərəkətlər. Qüvvə tələb edən hərəkətlər. Bu həmən o 5 növə aid. Hə, qüvvə tələb edən hərəkətlər də olacaqdı, sürət güc. Bəs mürəkkəb texniki taktiki desə, mən dedim axı bunlar düşür ay müəllimlər. Koordinasiyaya aid olacaqdı. Sonra çətin və texniki hərəkətlərin dəfələrlə təkrarlanması ümumi dözümlükdür, xüsusi dözümlük Bəxtiyar müəllim. Çətin və texniki hərəkətlərin dəfələrlə təkrarlanması. Ümumi olacaq. Xüsusi dözümlüyə aiddir. Yox, çətin və texniki hərəkətlərin dəfələrlə təkrarlanan xüsusi dözümlükdür. Xüsusi dözümlüyün hansı növünə aid olduğunu desə. Koordinasiya dinamikdir, statikdir, nədir? Düz deyirdiniz. Koordinasiya. Mən oxumamışam. Allah ki, bir belə hazırlığın içində ən zəif cavab verdiyin yerdir bura. Sonra gəldik nəyə?